Hacı Şahin dünyasını dəyişir. Hacı Şahin Həsənli dünyasını dəyişib. Bugün səhər-səhər Hacı Şahinin ölüm xəbərini aldıq. Allah rəhmət eləsin. Hacı Şahin əfsuslar olsun ki, dünyasını dəyişdi. Səhərin erkən saatlarında heç də xoş olmayan bir xəbərlə yuxudan oyandıq. Mən bugün bütün dualarımı da Hacı Şahin Həsənliyə ithaf etmək istəyirəm. Ölümdən qorxmamaq özü bir mənəvi məqamdır hesab edirəm ki, insan bir dərəcəyə çatır ki, ölümü rahat qəbul edə bilir, can verir, dünya ilə vidalaşır, yaxınları, övladları ağlayır, onun çiyninə götürüb aparırlar, sonra torpağın altına qoyurlar. Bu bir qədər qorxunçdur, amma ölümün pərdə arxası var. Dinimiz bizə deyir ki, ölüm son deyil, başlanğıcdır. Və əslində düz yaşayan insanlar ölümə hazır olub. Belə bir hədis var, deyilir ki, siz dünyaya gələndə ağlaya-ağlaya doğulursunuz. Bütün insanlar dünyaya gələndə ağlayır və hamı onu gülə-gülə qarşılayır. Və buyurulur ki, bacarırsınızsa elə yaşayın ki, siz dünyadan gülə-gülə gedəsiniz, sizi ağlaya-ağlaya yola salsın. Yəni bu doğrudan da uğurlu həyatdır. Ölüm haqqında düşünmək ömrü azaltmır. Əksinə hədislərimizdə var, ölümü çox düşünən insanlar daha çox yaşayır.